Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiyyə və mursalin. Alə seyyidina nəbiyyina Muhammedin və alə alihi və səhvə ecmain. Rabbi şrah li sadri və yassir li əmri və hlul uqdatan min lisani yefqahu qawli. Birincisi, əziz və dəyərli qardaşlarım, dəyərli müsəlmanlar, özümə, sonrasında hər birinizə ucu böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağa nəsihət edirəm. Həqiqətən də Allah Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətiniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. Yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edirsə, nədən ki çəkinməyi əmr edib, şərədən uzaqdırmaq bu sifəti qazanmaq. Və ilk öncə Rəbbimizə sonsuz sayda həmsənalar olsun ki, Allah Taala yəni bu gözəl, mübarək, bərəkətli bol olan Ramazan ayına bizi yetişdirdi və bu günləri orucu tutmağa bizə nəsib etdi. Dua edirəm ki, Allah Taala bu ayı sona qədər çatdırmağı gözəl şəkildə, Allahın, onun Peyğəmbərinin sallallahu aleyhi ve sellem buyurduğu şəkildə sona çatdırmağı bizə nəsib etsin. Və bu ayda günahlarımızı əfv etsin, bizləri Allah Taala təmizləsin. Və həqiqətən Ramazan böyük bir nemətdir, böyük bir fürsətdir ki, müsəlmana Allah Taala bu ümmətə, yəni İslam ümmətinə bu cürə gözəl bir ay verir. Başqa xristiyanlıq olsun, yahudilik olsun, və yaxud da bütpərəstlik olsun, belə bir şeylər yoxdur. Bu ancaq İslam dinindədir ki, Allah Taala elə bir ay bəxş edib ki, bu ayda bir müsəlman ibadətlərlə dicə təmizlənir. Allah Taala onu təmizləyir, onun günahlarını, dərəcəsini qaldırır. Ona görə də bu ayı fürsətdir. Heç bir zaman çalışın ki, vaxtınızı boş şeylərə sərf eləməyin. Bacardığınız qədər çalışın, Quran oxuyun, dua edin, zikr edin, sədəqə verin, zəkat çıxarın, zəkat çıxaracaqsa. Çalışın ki, xeyirli işləri bu ayda çoxaldasınız. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bu cür nə ümmətini təşviq edərdi. Xeyirli işləri bu ayda nə etməyə? Çoxaltmağa. Bir Allah Rasulunun hədisi kifayətdir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bütün səməvi kitablar, yəni bu ayda, Ramazan ayında nazil olmuşdur. İbrahimin səhifələri, Allah Rasulü buyurur ki, Ramazanın 1-ci gecəsi, Zəbur, gəlir ki, 7-ci gecə, İncil 15-ci gecə və sonra Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, Quran-ı Kərim isə 25-ci gecə, Ramazan ayının 25-ci gecəsi nazil olmuşdur. Ona görə də bütün kitabların bu ayda nazil olması, yəni bu ayın nə qədər önəmli və mühüm olmasının göstəricisidir. Və Ramazan kəlməsinin mənası, qardaşlarım, Ramazan sözü yandıran deməkdir, yandıran, günəşin şiddətli istisi, hansı ki, görürsən ki, o torpağı qızdırır və yaxud da çılğın daşları qızdırır. Və nəyə əsasən deyirlər buna? Çünki insanın günahlarını yandırdığı üçün, insanın günahlarını sildiyi üçün ona bu ad verilir. Və yeganə aydır ki, Quran-ı Kərimdə adı zikr olunur Bəqərə surəsində. Digər ayların adı yoxdur. Bir dənə deməli, Ramazan ayıdır ki, hansı ki, Quran-ı Kərimdə zikr olunur adı. Və bu ay bəzi söyləyirlər ki, Allah Subhanahu Taala'nın adlarındandır Ramazan. Ramazan Allahın adlarındandır. Lakin doğru bir məlumat deyil və söylədiyimiz kimi Ramazan ayında oruç tutmaq, necə ki, Qudsi hədisdə gəlib, Peyğəmbər sallallahu aleyhi ve sellem Rəbbindən buyurur ki, Allah Taala buyurur ki, mənim üçün, yəni qulum bu ayı mənim üçün oruç tutduğu üçün onun mükafatını da mən verəcəm. Mükafatını da mən verəcəm. Və görürsən ki, hər il olduğu kimi söhbətlər olur, dünənləri tutanlar da olur və yaxud da görürsən ki, kimisi paylaşır ki, nə bilim, biz Məkkədə, Mədinədə ay görsəndi, orucu tutmaq lazımdır sabahdan, təravih qılınır. Yəni, bu cürlə söhbətləri biz elə hidayət olunandan bəri eşidirik, bizdən öncə də bu söhbətlər olur və bizdən sonra da olacaq bu söhbətlər. Sadəcə, üzərimizə düşən nədir? Üzərimizə düşən odur ki, bu məlumatları dərhal kimdən nə gəldi eşitdim paylaşmamaq. Dərhal hər bir şey reaksiya verməmək. Elhamdülillah tələbələr var,
qardaşlar var, hansı ki onlar əvvəlcədən, yəni bir gün qabaqcadan deyilmişdi ki, əlhamdülillah ki, bizdə ayın 19-udur. Yəni 19-u birinci günümüzdür. Və təravihlər də yəni, dünənin 18-dən başlayacaq qılmağa. Ona görə də ehtiyac yoxdur kimsə sözünə qulaq asmağa, kimsə sözünə deyirsə, harasa ay görsən. Biz əlhamdülillah Məkkədə, Mədinədə yaşamırıq. Biz Azərbaycanda, Bakıda yaşırıq. Və məscidlərdə də təyin olunmuşdu, deyilmişdi ki, əvvəldən ki, yəni ayın 19-undan biz oruc olduq. Ona görə nə qədər çox müsəlman bir kimsə bu söhbətlərə girirsə, o qədər də çox şübhəyə düşür, o qədər çox fitnəyə girir. O qədər də çox görürsən ki, qardaşlar arasında icilik yaranır. Biri deyir, yox sən düzələnəmsən, o deyir, yox sən düzələnəmsən. Yəni bunların hamısının ortaya atılması səbəbkarı var da, hansı ki o insan atır bu söhbətləri ortaya. Görürsən ki, nədir? Müsəlmanlar arasında bu cür fitnələrin baş verməsinə səbəb olur. Ona görə belə şeylərdən uzaq olduğum qardaşlarım. Əlhamdülillah ki, yəni rəsədxanadan da gördünüz ki, yəni görmüşsünüz o video paylaşıldı ki, çəkilmişdi. Yəni ay göstərildi ki, bizdə ayın 19-u oruc olur. Əssalam. Yəni əlhamdülillah ki, biz özümüzdən nə isə çıxarmamışıq, öz nəfsimizdən nə isə deməmişik. Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisinə əsasən ki, cəmaatla başlamaq və cəmaatla bitirmək. Cəmaat da Allah həmd olsun ki, bugündən başlamışıq, birinci günümüzdür, birinci orucumuzdur və bu günə də sona qədər, bayrama qədər davam etmək. İndi gələcək çıxacaq Qədir gecələrinə yenə söhbətlər olacaq. Gələcək çıxacaq bayram günləri yenə söhbətlər olacaq. Çalış olmağa heç bir əhəmiyyət verin. Əlhamdülillah ki, bugündən tutmuşuq, bugündən də tək günlərindən də hesablayacağız ki, gedəcək, bayram daha sana düşəcək. O vaxtda bayram namazını nə edəcək? Yerinə yetirəcək, qılacaq. Deməli, qardaşlar, burada bir neçə fayda var, hansı ki, alimlər söyləyirlər ki, günahdan insanı qoruyan səbəblərdir. Yəni, o səbəbləri müsəlman bildiyi zaman o günahdan özünü qorumuş olur. Yəni, günah etməkdən. Ona görə deyilir ki, xoşbəxtlik Allah Subhanahu taalanın əmrlərinə tabe olmaqdadır. Bədbəxtçilik isə günahlardadır. İnsan nə qədər günaha yol verirsə, insan nə qədər günaha çox gedirsə, bir o qədər də Allahdan uzaqlaşdıqca, Allahdan uzaqlaşan da şeytana daha çox yaxınlaşır. Şeytana da yaxınlaşdıqca insanın həyatında hər şey problemə çevrilir. O, necə ki, İbn Qeym rahimehullah günahların zərərlərindən danışanda deyir ki, hansı qapıya gedirsə o qapının onun üzünə bağlı olduğunu görür. Çünki günahlar sənin üzünə açılacaq bütün qapıların qarşısını alır. Bağlayır hamısını. O ruzinin qarşısını alır. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduğu kimi. Ona görə də xoşbəxtçi Allah Taala'nın əmrlərinə tabe olmaqdadır. İnsan nə qədər çox Allahın əmrlərini yerinə yetirirsə, o qədər də xeyir qapıları ona daha çox açılır. Bərəkət daha çox açılır. Nə qədər ki, sən Allahdan uzaqlaşırsan, düşünürsən ki, yox, dünya, bunları eləyəcəm, yaxşı olacaq, yox. Allahın əmri, ən birinci. Onu yerinə yetir, ondan sonra isə nədir? Dünya. Görürsən ki, insan da girir hansısa bir işdə namaz qılmağa qoymurlar, saxlayır namazlarını gəlir evdə qılır. Sonra soruşur ki, qardaş, mənə işdə müdür icazə vermir. Niyə? Müdür icazə vermir, çıx işdən. Çıx işdən, qardaş. Sənin namazından üstün deyil nə o iş, nə sənin yeməyin, nə içməyin, heç bir şey. Çünki namaz ən öndə olan ibadətdir. Ən öndə olan ibadətdir. Görürsən ki, deyirsən ki, eləsə olur ki, deyir ki, gedim də bu işimi görün, namaza əbiyo, hələ vaxtına var da, qılaram sonra. Qardaş, namazı qıl, ondan sonra ged o işini də alacaq. Ona görə nə qədər çox sən Allahın əmrlərinə tabe olacaqsan, nə qədər çox Allahın əmrlərini uca tutacaqsan, Allah Taala da səni uca alacaq. O önəmlidir ki, sən Allahla sadiqsən qəlbində. Çünki biz insanların zahirinə baxıb qiymət veririk. Kimsə bəzənir, kimsə düzənir, kimsə yaxşı giyinir, kimsə forması var, kimsə belədir. Amma Allah Subhanahu taala ona baxmır, qəlbə baxır. Biz qəlbi görmürük. Allah Subhanahu taala insanın qəlbinə baxır. Sən Allahla sadiqsənsə, sənin üçün Allahın əmrləri hər bir şeydən öndədirsə, hər bir şeydən irəlidirsə, Allah Subhanahu taala sənə həmin işi qapatacaq, hər bir çətinlikdən səni çıxaracaq. Ona görə də insan nə qədər çox günahlardan uzaqlaşacaqsa, Allah Subhanahu taala onu daha çox xeyrə yönəldəcək. Birinci növbədə deyirlər ki, Allahın əzəmətini bilmək, istənilən bir halda insan Allahdan gizlənə bilməyəcək.
Və buna görə də insanın bilməsi ki, Allah Subhanahu taala onun bütün əməllərindən, bütün işlərindən xəbərdardır. Bu insanın günaha düşməkdən nə edəcək? Qoruyacaqdır. Kim çox Allahı tanıyarsa, daha çox günahlardan çəkinər və daha çox qorxar. Bu həqiqətən də belədir. İnsan nə qədər çox Allahı tanıyırsa, o qədər də çox insan günaha düşməkdən nə edəcək? Çəkinəcək. İnsanın ətrafı, görürsən ki, pis dost insanın günaha aparır. Ona görə də istər təklikdə ol, istər cəmaat içərisində ol, istər yaşadığın yerdə ol, istər tam başqa bir yad bir yerdə ol, fərq etməz. Hər zaman bilməlisən ki, sən Allah Taala'nın nəzarəti altındasan. Və Allah Taala sənin bütün əməllərindən, bütün işlərindən, sözlərindən, qəlbindən keçirdiyin bütün fikirlərindən, hisslərindən Allah Taala xəbərdir. Çünki o hissləri sənə verən Allah Taala'dır. Və Allah Taala da sənin o hisslərindən nədir? Xəbərdardır. O hissləri sənə bəxş edən Allah Taaladır. Və sən də ondan hisslərdən nədir? Sorumlusan. Çünki insan Allahın əzəmətini, Allahın böyüklüyünü tanıdıqca Allahdan daha çox qorxur. İnsan həyatında, qardaşlar, Allah Taala insanı xəlq edib və elə bir şeylər var ki, insan o şeylərdə tabedir. Allah Subhanahu Taala'nın qədərinə, Allahın yazısına insan tabedir. O şeydən çəkinə qaça bilməz. Səndə o şeylərdə seçim yoxdur. Sən seçə bilməzsən öz valideynlərini. Sən oturub düşünə bilməzdin ki, mənim gəlir valideynlərim belə olar. Və yoxdur, sən öz oğlunu, qızını seçə bilməzdin. Allah Subhanahu Taala sənə nə veribsə odur. Sən deyə bilməzdin ki, yox, mən belə istəyirdim olsun, gözü bu rəngdə olsun, saçı bu rəngdə olsun. Yox. Allah Subhanahu Taala sənə nə bəxş edirsə odur. Günəşin çıxması, ulduzların gecənin gəlməsi, ayın çıxması, bunlar hamısı Allah Subhanahu Taala'nın yazdığı yazı üzərində də gedir. Onları heç kəs mümkün deyil ki, kimsə nə etsin, onların yerini dəyişsin. Niyə görə gecə gəlir, insana yoxsu gəlir. Yatmaq istəyirsən, yatma da. Ona görə Allah Subhanahu Taala insanı elə xəlq edib ki, insan gecə gələndə dincəlməlidir, yatmalıdır. Və sonra deyilir ki, qardaşlarım, Allah Subhanahu Taala'nın sevgisidir. İnsanı günahlardan çəkindirən səbəblərdən biridir Allah sevgisidir. Allahın sevgisini qazanmaq səni bu günahlardan qoruyur. Əsas sənin Allahı sevməyini etiraf etməyin deyil, Allahın səni sevməsidir. Ola bilər də, nə qədər biz görürük cahilləri. Deyirlər ki, mən Allahı sevirəm. Yox, sənin Allahı sevməyin deyil. Əgər Allahı sevirsənsə, sən Allahın əmrlərini yerinə yetirirsən, yoxsa yox. Baxırsan ki, yox. Allahın buyurduqlarından hər birindən uzaqdır. Sadəcə dillər. O insanlar onlara deyir ki, mən evdən hər gün çıxanda deyirəm, ay Allah, sənə şükürlər olsun. Ya bu kifayətdir. Deyil. İnsan Allaha şükür etməlidir, həm dili ilə, həm bədəni ilə, həm qəlbi ilə. Peyğəmbər s.ə.v namaz qıldı və onu şükürdən saydı. Şükür etməkdən saydı. Ona görə də deyilir ki, yəni şərt deyil ki, sən Allahı sevəsən. Şərt budur ki, Allah Subhanahu Taala səni sevsin. Allahın sevgisini qazanmaq isə insanı həqiqətən də o günahlara getməkdən nə edir? İnsanı günahlara getməkdən qoruyur. Və sonra burada deyir ki, sən Allahla elə müamilə edirsən ki, elə bir münasibət qurursan ki, o şey sənin özünə edilsəydi, səndir onu inkar edərdindir. Həqiqətən də insan, qardaşlarım, Allah ilə çalışmalıdır ki, hər bir şeyin ən gözəlini, ən yaxşısını etsin. Ən gözəlini, ən yaxşısını etsin. Ona görə Peyğəmbər s.ə.v bayram günləri və yaxud da məscidə gələndə ətirlənməyi, daranmağı və yaxud da təmiz giyinməyi, səliqəli giyinməyi və yaxud da Peyğəmbər s.ə.v deyərdi ki, ağ giyinin və ağa daha çox, ağ rəngə daha çox üstünlük verər, təmiz görsənmək üçün. Allahın evinə gəlirsənsə, ən adi bir misaldır, naskivə fikir ver ki, naskindən qoxu gəlməsin pis. Ağzından pis qoxu gəlməsin, sanırsan ki, Peyğəmbər s.ə.v nə deyir? Sarımsaq deyir, soğan yiyib məscidə gəlməyindir, insanlara əziyyət verməyin. Sən Allahın qarşısında gəlsən durmağa. Ona görə də deyilir ki, yəni sən Allah Subhanahu Taala ilə elə bir
münasibət qurursan ki, o şeylər sənin özünə edilsəydi, sən onu rədd edərdin. Xoşuna gəlməzdi sənə. Və yaxud da görsən durur biri şortiklə durur Allahın qarşısında, demirəm, şortiklə qılmaq olar, olmaz, olar. Və yaxud da görsən alt paltarında hansı ki, o pinjama deyilir də, yatmaq üçün. Durur oyla deyir ki, oyla namaz qılmaq olar. Qardaş, sən oyla həyətə çıxa bilərsən. Şöyle çıxa bilərsən, gülərlər sənə. Yoxsa Allahın qarşısında oyla niyə durursan ki? Ən gözəli, yəni bu bir misaldır sadəcə qardaş çəkirəm ki, yəni ki, bu cürlə başqa misallar gətirmək. Ən gözəlini, ən yaxşısını etməlisən, Allah üçün etməlisən. Ona görə də o sahabələrdən biri, hansı ki, Peyğəmbər s.ə.v onu görür, saçı, saqqalı hamısı dağınıq halda və Peyğəmbər s.ə.v onu görür ki, mal-qarası var da. Və deyir ki, orada Peyğəmbər s.ə.v deyir ki, Allah deyir, cəmildir. Allahın adlarından da cəmil. Və cəmil olanı da nə edir? Sevir. Ona görə deyir ki, o malından deyir, sat, ondan deyir, özün üçün xərclə də. O malından sat, deyir, özün üçün xərclə. Yəni, özün üçün deyil ki, nə? Gözəl görsənmək üçün. Ona görə də önəmlidir ki, qardaşlarım, insan Allah Subhanahu ilə gözəl bir müamilədə olmalıdır. Allah ilə sadiq olmalıdır. Sonra da deyilir ki, günahdan qorunmaq üçün səbəblərdən, qardaşlarım, bu da Allahın nemətlərini görməkdir. Hər bir saniyə deyir, bu nemətlər gəlir. Əgər Allahın nemətlərini saymaq istəsək, onları sayıb qutara bilmərik. İnsanın ailəsi, övladları, malı, sağlamlığı, bunlar hamısı Allah Subhanahu tərəfindən olan nemətlərdir. Allah tərəfindən sənə verilmişdir. Və ona görə də insan Allahın ona bəxş etdiyi bu nemətləri gördükcə, bu nemətləri Allahın qadağan etdiyi yerə yönəltməməli. Allah Subhanahu sənə mal, dövlət, mülk bəxş edibsə, sən onu harama yönəltməməli, harama istifadə eləməməlisən. Sən Allahın sənə verdiyi bu nemətləri, Allahın razı qaldığı, sevdiyi yerə etməlisən, yönətməlisən. Ona görə insan nə qədər Allahı nemətlərini xatırlayır ki, o tabinlərdən birinin yanına gəlirlər, deyir ki, biz filan mənə nəsihət et və yaxud da mən deyir, filan günahı etmək istəyirəm. O deyir ki, sən filan günahı etmək istəyirsənsə, elə etkinən ki, o Allahın neməti olmasın. İnsan Allahın ona verdiyi bir şeylə günah edir. Allah Taala'nın sənə bəxş etdiyi o şeylə günah edirsən. Allah Subhanahu taala sənə halal yolla mal qazanmağı nəsib edir. Sən onu halal malı götürüb aparırsan, harama verirsən. Allahın sənə verdiyidir. Digər günahları da belə insan edir. Allahın verdiyi ona bu nemətləri aparıb nədir? Harama sərf edir, harama xərc edir. Bu saydıqlarım, qardaşlarım, yəni 3 dənə səbəb hansı ki, insanı günahdan qoruyur. İnşallah İndi növbəti dəfə görüşəndə digərlərini də sadalayarıq. Önəmlidir ki, insan hər bir zaman Allahı xatırlasın və heç bir zaman da Allahı yaddan çıxarmasın. İnsanın Rəbbini unutması, onun həlak olması deməkdir. Harada işləyirsənsə işlə. İstəyirsən prezident vəzifəsindən ta ən aşağı vəzifəyə qədər. Harada işləməyindən asılı olmayaraq sən Allahı daiman etməlisən, yad eləməlisən. Allahın qarşısında əyilməlisən, ona səcdə etməlisən. Allahın qulu olduğunu etməlisən, etiraf etməlisən. Bu Ramazan ayı da bizim üçün bir fürsətdir. Allah verib bizə. Bu Allahın rəhmətidir. Şükür edirik, həmd edirik. Allahdan diləyirik ki, Allah Subhanahu taala xeyirli, bərəkətli etsin. Və həmçinin iftar verən qardaşlar var. Allah Subhanahu taala mallarının mülklərinə bərəkət versin. Xeyirli etsin. Və inşallah çalışın ki, bir-birinizi dualarınızda da unutmayın. Bir-birinizi xatırlayın, dua edin. Nə qədər qardaşlarımız var, çətinlik içindədirlər, əzab-əziyyət içindədirlər, xəstə olanlar var. Onlar üçün dua edin, yaddan çıxarmayın. Çünki mömin o kəsdir ki, həm necə ki Allah Taala buyurur, onlar o kəslərdir ki, həm özlərindən əvvəl iman gətirir və sonra iman gətirilmiş qardaş bacıları üçün nə edərlər? Allahdan bağışlanma diləyirlər, dua edərlər. Allah bizləri əfv etsin, bizləri bağışlasın, Allah sizdən razı olsun. Son ki, Allah'ın.